Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə böyük ölçüdə səməni maketinin hazırlanma videosunu bölüşəcəm. Biraz səbir tələb eləsə də, sonda çox gözəl, zövqünüzə oxşayan bir dekor olacağından əminəm. Sadəcə səbirli olun, ləçəkləri, səməni buğda cücərtilərini bir-bir hazırlamağa səy göstərin. Ondan sonra iş özün göstərəcək və bir araya yığdıqda belə böyük, gözəl səməniniz olacaq. Alt hissəni mən taxtadan dikdən hazırlayacağam, yan tərəfləri kardondan. Amma istəsəz alt hissəni də 2-3 qat qalın kardondan hazırlaya bilərsiniz. Yəni əsas odur ki, möhkəm olsun. Nə qədər kağızdan da olsa, burada 9 rulon kağız lazım olacaq və özünün müəyyən ağırlığı var. Ona görə də nazik olmasın kardon. Və kənar hissələri boru formada bükəndən sonra hər ehtimala qarşı bu formada kardondan iki tərəfli künclük kimi yapışdırıb bərkidirəm. Və kənar hissələrdən belə dayaq əlavə yapışdırmışam ki, içərisinə bir ədəd də dairə qoyacam və bu dairənin 5-6 sm aşağıya doğru yerləşdirəcəm. Bunda məqsəd cücərtilərin kökünün görünməsini istəmirəm və möhkəm olması üçün eyni hündürlükdə 2 ədəd ortalığa boru da qoyacam. Bu borunu özünüz bir ədəd böyük formada hazırlaya bilərsiniz. Yəni belə deyim, içəri hissəni dayaq formada doldurub, daha sonra ikinci dairəvi kardonumuzu yapışdırırıq və gəlirik buğda cücərtilərimizi hazırlamağa. İlk öncə yapışdırmaq üçün alt bazanı, arxa fonu hazırlayacağım. Bir ədəd yaşıl kağızı açıb tam səmənimizin korpus hissəsinə yapışdırıram ki, cücərtilərin arasından kardon görünməsin. Yəni, nə qədər sıx yapışdırsanız da, içəri hissədə az da boşluq olsa, o kardonun rəngi görünməsin. Buna görə arxa fonu ilk olaraq yaşıl örtürük. Bu cür açıq qaldı, çünki səmənim hündürdür, amma kağızın boyu 60 sm-dir. Ona da calaq vuracam. Dediyim kimi, bu arxa hissədir. Yəni, daha doğrusu alt fondur. Və gəlirik lenti hazırlamağa. Lent üçün səmənin orta nöqtəsini ölçdüm. Mənim lentimin eni 10 sm olacaq və maçalka üzərində işləyəcəm. Amma istəsəz birbaşa kardonun üzərinə də yapışdıra bilərsiniz. Və kənar hissələrdən kubkanı 1-2 sm artıq yapışdırdım ki, qatdalayanda kardonun kəsik xətti bilinməsin. Yəni, daha topbuş bir lent əldə eləyək. Və onu da deyim ki, bir hissəni yapışdırandan sonra əlinizi çəkməyin. Çünki digər hissədən, digər tərəfdən kubka özünü çəkir. Və bu dartdığınız heç bir işə yaramır. Sanki maçalka parçanın içində artıqlıq təşkil edir. Bu formada yapışdırandan sonra əlinizi çəkmədən digər tərəfi də yapışdırın. Yəni, sağ-sol hər iki tərəfi yapışdıra-yapışdıra əlavə edin. Bir tərəfi tamam bitirib digərinə keçməyin. O zaman tamam yanlış olacaq. Bu formada hər tərəfi yapışdırandan sonra bantikin özünü hazırlayacağım. Bantiki hazırlamaq üçün, yəni daha dəqiq olaraq sxemi göstərim sizə. Mənə yalnız üst hissə lazımdır. Yəni, aşağı keçidləri ayrı-ayrı hazırlayacağım. O sallanan lent hissələri. İlk öncə bu formada, yəni təxmini olaraq deyirəm 8 formalı maçalkamızı kəsirik.
Bantikin orta hissəsinə bir qat da dolaya bilərsiniz bu lenti. Mən 2 qat edib üst-üstə qırış qalması üçün baxın bu formada eləyəcəm ki, daha qalın və qabarıq olsun. Daha sonra isə yapışdıracağım. Hələ ki işimi rahat görmək istəyirəm və lenti bu formada uc hissələrini düyünləmişəm. Həm yapışdırdım, həm düyünlədim daha möhkəm olsun. İstəsəz buna ehtiyac yoxdur. Sadəcə parçaların uc qismini yapışdıra da bilərsiniz. Və cücərtilər üçün aşağı-yuxarı hissəni ayrı-ayrı ölçürük. Ölçdüyünüzdən 1 sm-də artıq nəzərə alın. Çünki lentin alt hissəsinə keçirdəcəm. Səməni cücərtilərinin alt hissəsini bu formada qattalayandan sonra istəsəz kley ilə hazırlaya bilərsiniz, bərkidə bilərsiniz. Mən steplərlə tikdim. Bu formada qurumağını gözləməyə vaxt sərf eləmədim. Çünki daha çox zamanımı alırdı. Və 3 ölçüdə hazırladım. Yəni siz də hazırladığınız maketə uyğun ölçüdə hər dəfə hissə-hissə ölçün. Lentin alt hissəsi, üst hissəsi və ara çıxıntılar üçün kiçik cücərtilər bu formada. İndi isə yapışdıracağım hissəni göstərirəm. Kəsik olan hissəni görünən tərəfə yapışdıracağım və lentin altına doğru biraz yapışdıracağım ki, daha təbii görüntü əldə edeyim. Yəni belə deyim, sanki səməninin lenti ortadan tam bağlanmış görüntüsündə olsun. Ona görə cücərtilərin üst hissəsi çıxacaq, bəziləri yox. Və steplerin bu formada görünməsindən narahat olmayın. Çünki kiçik cücərtiləri yapışdıranda onlar altda qalacaq. Böyük hissələri də eyni ilə yapışdırarkən lentin içərisinə doğru uç hissəsini bu formada keçirdim. Çünki mən kleyi lentin tam ortasına vurmuşam. Üst hissələrində yapışdırmamışam ki, cücərtiləri bu formada keçirdə bilim. Çox zövqlü və gözəl işdir. Amma biraz dediyim kimi səbir tələb eləyir. Gecə və gündüz işləyib. Mən bunu hardasa 3 günə tam hazır etdim. Yəni balaca bilirsiniz ki, məndə çox kiçikdir. Bəlkə də siz bütün gününü sərf eləsəz 2 günə bitirə bilərsiniz. Alt hissəyə isə kəndiri yapışdıracağım. Səliqəli görüntünü əldə etmək üçün. Və sonuncu çıxıntının üzərinə bu formada kağızı yapışdırdım ki, həmin hissə görünməsin və gəlirik səmənimizin üst hissəsindəki cücərtilərə. Yenə ölçünü elə ayarlayın ki, kənardan baxanda hündür, alçaq, yəni həm uzunları, həm qısaları olsun ki, təbii görüntü olsun. Mən cücərtiləri 2 cür yapışdıracağım. Birincisi hissə-hissə deşib bu formada bir neçəsini keçirdəcəm və daha sonra ara boşluqları başqa formada dolduracağım. Çünki çox deşmək istəmirəm kardonu. Bütün hissələri deşsək çökə bilər.
ara boşluqları doldurmaq üçünsə bu formada kiçikli, böyüklü cücərtiləri bir-birinə istəsəz kleylə yaxud da steplerlə tikə bilərik. Hər iki forma mümkündür. Böyük zolaq formasında hazırlayacağam və səməni cücərtilərin aral hissələrinə yerləşdirəcəm. Yəni müxtəlif formada içərisini doldura bilərsiniz. Və mən maketimizi bitirirəm. Ümid edirəm sizlər üçün də yararlı video olacaq. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.